mühafizə vasitələri ilə uşaqları tanış eləməz. Yəni fərdi mühafizə vasitələri nələrdir? Az öncə dedik, kalpakdır, maskadır, sipərdir, əlcəkdir, xələtdir. Keçən dərs yadınıza gəlirsə bizim aramızda belə bir anlaşılmazlıq baş vermişdi. Siz elə düşünmüşdünüz ki, məktəb xəstəxanadakı kimi məktəbdə də xüsusi ayaq geyimi geyinmək lazımdır. Qızlar, məktəb laboratoriyasında xüsusi ayaq geyimi lazım deyil. Uşaq məktəbə və ya biz məktəbə hansı ayaq geyimi ilə gediriksə onu geyinirik. Amma xəstəxanalarda və digər müəssisələrdə önü qapalı xüsusi ayaqqabılar var. Özünüz bilirsiniz, həkimlər geyinirlər, damaşnik tipli bir qəribə. Daha sonra laboratoriya otağına uşaqlar girdikdən sonra onlarla ümumi laboratoriya əşyalarını, alətlərini tanış etmək lazımdır. Bu kolbadır, bu spirt lampasıdır, bu məsəl üçün tutacaqdır, ştativdir və s. və laxir. Daha sonra maddələrlə tanış eləmək lazımdır. Kimyəvi maddələr, daha doğrusu reaktivlər, ondan sonra qarşılıqlı təsirdə ola bilən maddələr, benzin tərkibli maddələr və s. və laxir. Bunları niyə tanış eləyirik? Uşaqlar bilirsiniz ki, çox kəşf etmək marağında olan canlılardır da, yəni balaca olanda biz də eləydik. Hər şeyi maraqlanırdıq. Orada zəhərlənmə, götürüb əllərini vurub bilmədən üzlərinə sürtə bilərlər. Allergiya yarada bilən orada tozlar ola bilər, maddələr ola bilər. Yəni şagird nəyin təhlükəli, nəyin təhlükəsiz olduğunu bilməlidir. Bundan əlavə olaraq qızlar, bütün laboratoriya otaqları kimi kimya laboratoriyasında yemək, içmək qadağandır. Bunu heç vaxt unutmayın, yaxşı? Daha sonra şagirdlər nə zaman yanıcı və yanıcı maddələrlə belə təmasda ola bilərlər, istifadə edə bilərlər? Müəllimin göstərişi və laborantın köməyi olmadan onlar heç bir yanıcı, partlayıcı maddədən istifadə edə bilməzlər. İstər spirt lampası olsun, istər hər hansı reaksiyalar olsun, nə olur olsun. Onların istifadəsi üçün müəllimin göstərişi və laborantın köməyi lazımdır. Qızlar, burada görürsünüz, yanğın barədə burada müəyyən cümlələr var. Biz demişdik, mənə deyin görüm, benzin yanğınına nə tökmək olmaz? Yağ yanğını deyək də, benzin deməyək. Yağ yanğınına su tökmək olmaz. Elektrik yanğınlarına nə tökmək olmaz? Yenə də su tökmək. Toz, ən yaxşı vasitə onları söndürmək üçün köpükdür. Bir də ki, biz demişdik, mətbəxdə kiçik yağ yanğınları yaransa, onun üzərinə nə atırdıq? Dədə-baba qayda nə idi? Kimsə dedi səs uzaqda. Əfsanədir bu, 100% səs uzaqdan deyir. Əfsanə nədir? Yun, beçə, islaq qalın dəsmal, bu spirt lampası. Qızlar, spirt lampası da dağılarsa onun üzərinə dəsmalla örtmək olar. Mətbəxdə kiçik yağ yanğını olarsa, balaca, xırda olarsa, onun da ağzını qapaqla örtüb, oksigenlə əlaqəsini kəsərək və ya hər hansı bir ıslaq əl dəsmalı, çay dəsmalı atmaqla onun üzərinə oksigenlə əlaqəsini kəsin. Niyə? İslaq təmas sırası kəsilsin deyə. Hava ilə təması kəsilsin, aradan hava keçməsin. Nəmişlik ona icazə verməyəcək. Daha sonra burada geniş şəkildə spirt lampası necə yandırılır var. Daha sonra qızlar, burada maddələrin yanma temperaturu var. Baxın, qızdırılmış oduncağın temperaturu, onun yanması. Məsəl üçün, oduncaq qızdırıldıqda 3300 Selsidə alışır. Müəyyən oduncaqlar var, 230-600 Selsidə küşnar, şam ağacı isə 260-300-3000 Selsidə alışır. Yəni bunları oxuyun, yadınızda saxlayın, yaxşı, bunları əzbərləyərsiniz. Daha sonra, baxın, burada geniş məlumat var. Yanğın tədbirlərini zaten biz keçmişik. İstifadə olan reaktivlərin çoxu yanıcı və partlayıcı olur. Onlarla istifadə etmək necədir? Daha sonra reaktivlərdir. Bundan başqa azot 2 oksindir, anilindir, baryum peroksiddir, gliserindir, hidrojen peroksiddir. Bunlar yanıcı partlayıcı maddələrdir. Baxın qızlar, yanıcı partlayıcı maddələri reaksiyalara əlavə edərkən çox kiçik pipet var idi. Keçən dərs biologiyada keçmişdik ki, pipet nə üçün lazımdır? Ya da testdə işləmişdik biz onu. Pipet nə üçün lazımdır? Çox kiçik halda maddələri daha götürmək və dəqiq ölçüdə və kiçik ölçüdə digər qablara və ya reaksiya daxil etmək üçün. Yanıcı partlayıcı maddələri hər hansı bir reaksiya daxil ediriksə, hətta bizim maddəni tökmək məsafəmiz belə önəmlidir. Məsələn, əlimizi çox yüksək məsafədən tutub, onu yuxarıdan sürətlə atsaq, o düşəndə partlayıcılıq yarada bilər. Yəni, onun hətta maddənin əlavə olunması belə özü bir məhsuliyyətdir.
onların artığı qalarsa, yanıcı partlayıcı maddələrin artığı qalarsa, onlar əslində geri qaytarılıb tökülməli deyil. Biz ona elə ölçü götürməliyik ki, artıq qalmasın. İşte şayət də artıq qalarsa, onu xüsusi formada məhv etmək lazımdır. Qaytarıb biz onu ümumi qabın içinə töksək, yenə biz onun məsafəsini düzgün qura bilməsək, yanıcılıq, partlayıcılıq, tüstülənmə baş verə bilər. Kimya laboratoriya otağında ventilyasiya sistemi daimi aktiv olmalıdır qızlar, daimi. Mən sizə keçən dərslərdə demişdim. Niyə daimi aktiv olmalıdır? Çünki kimya laboratoriyası zəhərli maddələrlə, zərərli tüstüləyici maddələrlə işlənilən otaqdır. Orada ventilyasiya, yəni havalandırma sistemi daimi işləməlidir ki, orada zəhərlənmə halı baş verməsin. Baxın qızlar, sizə ən primitiv bir şey deyirəm. Biz təzə nişanlanan dövrdə güya ki, biz samavar görməmişik də ömrümüzdə güya. Samavarı gətirib qoymuşduq otağa, biz restorana getmişdik, samavar görməmiş kimi. Samavarın tüstüsü var ya, uqarı, bizi zəhərləmişdi. Amma orada qapı açıq olsaydı biz zəhərlənməzdik. Yəni elementer bir şeydir. Yəni ona görə ventilyasiya sistemi daimi açıq olmalıdır. Bəli, deyə bilərsiniz ki, müəllimə, bəlkə sinifdə ventilyasiya sistemi yoxdur. İstənilən hava şəraitindən və istənilən fəsildən asılı olmayaraq uşaqlarla işləyiriksə, o zaman qapılar və ya pəncərələr açıq olmalıdır ki, orada hava sirkulyasiya eləsin ki, zəhərlənmə halı olmasın. Daha sonra yanıcı partlayıcı maddələr üzərində xüsusi işarələri bildirməklə qaranlıq və qapalı otaqda saxlanılmalıdır. Çünki yanıcı partlayıcı maddələrin üzərinə günəş işıqları, otağın temperaturu, yüksək istilik təsir etdikdə qızlar, onlar alışma, qıvılcımlanma, alışma, yanma, partlama kimi xüsusiyyətlər göstərə bilərlər. Bundan başqa reaktivlər də zəhərli və zərərli maddələrdir. Bunlar da qapalı və qaranlıq otaqda, qaranlıq şəraitdə saxlanılmalıdır. Sonra burada mineral turşuların saxlanma, oksidləşdiricilər, mineral turşular necə saxlanılmalıdır? Onların xüsusiyyətləri qeyd olunubdur. Oksidləşdiricilər, məsələn, bertolli duzu, barium perxolat, amonyak, natrium nitrat, kalyum, kalsiyum, barium, kalyum nitrat kimi maddələr şüşə qablarda, möhkəm tıxaclı və ya plastik qablarda ağzı möhkəm tikib bağlanan qablarda saxlanılmalıdır. Bunlar reaktivlərə daxildir. Ona görə də onlar ayrıca qaranlıq ləfə, səliqəli yerdə qoyulsa, digər maddələrlə saxlanılmasa daha yaxşı olar. Sonra qatlaşdırılmış mineral turşular, yəni turşular 3 litrdən çox olmamaqla, yəni ölçüsü 3 litri keçməməlidir. Böyük bankalarda saxlanılmasa daha məsləhətdir, saxlanılır. Brom, xrom kimi anhidritlər xüsusi metal və ya çini qablarda saxlanılmalıdır. Çünki bunlar bəzən digər maddələrlə reaksiyaya girə bilir. Ona görə torpaq, çini, yəni torpaq qablarda və metal qablarda saxlanılmalıdır. Tez alışan və yanar maddələr, benzin kimi, benzol, efir, asitol, aseton, tolol, sonra nitroklar və s. kerosin, spirt kimi maddələrdə 3 litrdən çox olmamaqla, yəni 3 litrik qabdan az olsa daha yaxşı olar, amma 3 litrik qablarda xüsusi şəraitdə saxlanılmalıdır. Buradan sonra aşağıda verdiğim bütün məlumatları isə siz özünüz oxuyaraq daha da təkmilləşdirə bilərsiniz. Ümumi kimya laboratoriyası haqqında, kimya laborantının işi haqqında ümumi məlumatlardır.